AFFA prezidenti Rövşən Nəcəfin səsləndirdiyi fikirlər diqqəti bir daha keçmiş dövrə yönəldi. Belə ki, jurnalistin sualını cavablandıran Rövşən Nəcəf deyib ki, Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır. Halbuki 2008-2024-cü illərdə həm SOCAR-a, həm də AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayevin dövründə bu quruma 100 milyonlarla manat vəsait ayrılıb və onların konkret taleyi barədə ictimaiyyətə məlumat verilməyib. Qlobal İnfoza danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, araşdırmanı əslində AFFA yox, əlaqədar dövlət qurumları aparmalıdır. Stat: Məsələn, Hesablama Palatası, Baş Prokurorluq və digər səlahiyyətli orqanların yoxlama aparmaq hüququ var. AFFA artıq uzun müddət təhvil təslim prosesini başa çatdırıb. Əgər AFFA özündə təhvil təslim zamanı yoxlama aparsaydı, bu məntiqli olardı. İndi isə işlərin araşdırılması əsasən dövlət orqanlarının, xüsusilə Hesablama Palatasının səlahiyyətinə aiddir. İqtisadçı əlavə edib ki, əgər problem aşkarlanarsa, müvafiq tədbirlər görülməlidir. Ortada hansısa problemlər varsa, onların həlli üçün rəsmi dövlət qurumları və istintaq orqanları araşdırma aparmalıdır. AFFA istintaq orqanı deyil və özü-özünü yoxlaya bilməz. Yəni, kənar audit yoxlamasına ehtiyac var. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.